Bugünkü mövzumuz Azərbaycan SSR 2-ci Dünya müharibəsindən sonra. 2-ci Dünya müharibəsi ölkənin təsərrüfatına ağır zərbə vurdu. Müharibədə Azərbaycanın sənaye istehsalının göstəriciləri kəskin sürətlə aşağı düşmüşdü. Sənayenin ümumi məhsulu 1940-cı illə müqayisədə 22% az idi. Neft hasilatı təqribən yarıbayarı azalmışdı. Çünki müharibə dövründə quyular həddindən artıq istismar olunurdu. Elə ona görə də neft hasilatı yarıbayarı azalmışdı. İstehlak mallarının istehsalı kəskin sürətlə enmiş, kənd təsərrüfatının maddi-texniki bazası zəifləmişdi. İndi baxaq müharibədən sonra neft hasilatını artırmaq üçün görülən tədbirlərə. İşğal olunmuş Sovet əraziləri azad olunduqda respublikada xalq təsərrüfatı bərpa edildi. Xəzər dənizində neft çıxarma sənayesinin iqtisadi cəhətdən səmərəsiz olması iddialarına baxmayaraq, Azərbaycan alimlərinin neftçilərin gərgin əməyi nəticəsində dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neftin çıxarılmasına başlandı. Deməli, əslində deyirdilər ki, səmərəsizdir. Bu iddialara baxmayaraq neftçilərin əməyi nəticəsində ilk dəfə 48-ci ildə Xəzər dənizində neft mədən estaqadalar tikildi. 49-cu ildə neft quyuları ilk dəfə fontan vurdu. Deməli, 1949-cu ildə neft daşlarında ilk dəfə neft quyusu fontan vurmuşdu. Deməli, estaqadaların tikilməsi 48, ilk neft quyusu fontan vurması Xəzər dənizində 1949-cu ildə. Azərbaycan dünyada ilk dəfə açıq dənizdən neftin çıxarılmasına başladı. Açıq dənizdə estaqadalar üzərində neft daşları qəsəbəsi inşa olundu. Deməli, 48-ci ildə neft mədən estaqadalar tikildi. 49-cu ildə neft daşlarında ilk neft quyusu fontan vurdu. Eyni zamanda 49-cu ildə neft estaqadalar üzərində neft daşları qəsəbəsi tikildi. Müharibədən sonraki 5 il ərzində 10 dənə neft ayırma müəssisəsi tikilmişdi. Deməli, müharibədən sonraki 5 ildə 10 neft ayırma müəssisəsi tikilmişdi. Bu dövrdə Azərbaycanda Sumqayıt, Daşkəsən, Mingəçevir, Əlibayramlı, yəni indiki Şirvan kimi yeni sənaye mərkəzləri yaradılmışdı. Deməli, Gəncə sənayeləşdirmə dövründə sənaye şəhərimiz, ikinci sənaye şəhərimiz idi. Bu dövrdə, yəni müharibədən sonraki dövrdə isə Sumqayıt, Daşkəsən, Mingəçevir, Əlibayramlı kimi şəhərlər sənaye şəhərləri oldu. Yəni yeni sənaye şəhərləri salınmışdı. Sumqayıt şəhəri Azərbaycan və SSR-də əsas kimya və metallurgiya şəhərinə çevrilmişdi. 1954-cü ildə Qafqazda ən böyük su elektrik stansiyası Mingəçevir su elektrik stansiyası inşa olunmuşdu. Mingəçevir SES. Bir də Daşkəsəndə 1954-cü ildə filiz saflaşdırma kombinatı. Deməli, müharibədən sonra 48-ci ildə ilk neft estaqadalar tikildi, 49-cu ildə neft daşlarında ilk neft quyusu fontan vurdu və beləliklə ilk dəfə idi ki, Azərbaycanda açıq dənizdə neft çıxarılmışdı. Eyni zamanda 49-cu ildə neft daşları qəsəbəsi tikilmişdi. Müharibədən sonra Sumqayıt, Daşkəsən, Mingəçevir, Əlibayramlı kimi yeni sənaye şəhərləri yarandı. 1954-cü ildə Mingəçevir SES, yəni su elektrik stansiyası, eyni zamanda Daşkəsəndə filiz saflaşdırma kombinatı inşa olunmuşdu. İndi baxaq, kənd təsərrüfatı, aqrar siyasəti. Azərbaycanda həyata keçirilən aqrar siyasət imperiya mənafeyinə tabe edilmişdi. Deməli, aqrar siyasət imperiya mənafeyinə tabe edilmişdi. Məqsəd həm daşınıb aparılan pambıq, ipək, tütün, habelə sonralar tərəvəz və üzüm istehsalını artırmaq, həm də respublikanın vacib ərzaq məhsullarına olan tələbatını mərkəzdən daha çox asılı vəziyyətə salmaq idi. Həm pambıq, tütün, ipək bunların istehsalını artırırdılar, amma əsas və vacib ərzaq məhsullarının asıllıq hələ də mərkəzdə idi. Respublikada əkilən dənli bitkilərdən qarğıdalı birinci yerdə idi. Əkin sahələrinə görə isə taxılçılıq əsas yer tuturdu. Bu dövrdə suvarılan torpaqların sahəsini genişləndirmək üçün 50-60-cı illərdə suvarma işinin yaxşılaşdırılması məqsədi ilə iri irriqasiya sistemləri inşa edildi. Bununla belə əhalinin sosial rifahının yüksəldilməsinə də diqqət ayrılırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan əsas istehsal göstəricilərinə görə İttifaq respublikaları arasında sonuncu pillədə idi. Demək, bu qədər tədbirlərə baxmayaraq, 60-cı illərdə Azərbaycan əsas sənaye istehsal göstəricilərinə görə
respublikalar arasında sonuncu pillədə idi. İndi baxaq əhalinin sosial rifahına. Mühüm sosial dəyişikliklərdən biri də şəhər əhalisinin sürətli artması idi. Belə ki, müharibə zamanı bilirik ki, Azərbaycan hərb meydana, döyüş meydana çevrilməmişdi. Buna baxmayaraq, əhalinin sayı 17% azalmışdı. Çünki həm cəbhədə itkilər baş vermişdi, həm orduya səfərbərliklə bağlı doğumun sayı azalmışdı. Eyni zamanda müharibə illərində hələ də repressiya davam edirdi. Bir də mülki əhali arasında ölüm səviyyəsi artmışdı. Buna baxmayaraq, həm 59-cu ildə kəndlərə pasport verildi, kənddən şəhərə axın oldu. Həm 48-53-cü il deportasiya nəticəsində Azərbaycana əhalinin sayı çoxalmışdı. Bir də ölkədə doğum səviyyəsi yüksəlmişdi. Ona görə də artıq 70-ci illərdə əhalinin artıq 50%-i şəhərlərdə məskunlaşmış, əhalinin sayı artmışdı. 1947-ci ildə ərzaq və sənaye mallarına talon sistemi ləğv edildi. 1929-cu ildən bilirik ki, talon tətbiq olunmuşdu. Lakin 47-ci ildə artıq ərzaq və sənaye mallarına tətbiq olunan talon sistemi ləğv edilmişdi. Deməli, əhalinin sayı artmışdı. Birincisi deportasiya nəticəsində, ikincisi doğum səviyyəsinin yüksəlməsi, üçüncüsü isə pasport sistemi nəticəsində kənddən şəhərə gələn əhalinin sayının artması idi. 1959-cu ildə pasport sistemi verilmişdi. Hansı ki, bilirik ki, 1932-ci ildə SSR-də pasport sistemi tətbiq edilmişdi. Lakin kəndlərə pasport verilməmişdi. Ona görə kəndlilər kənddən şəhərə gedə bilmirdi. Amma artıq 59-cu ildə Xruşovun dövründə kəndlərə pasport verildi. Kəndlilər kənddən şəhərə gedə bildi. İndi baxaq totalitar rejimin güclənməsinə. Güclü totalitar rejimin təmin olunmasında Stalinin, Azərbaycanda isə Bağırovun şəxsi nəzarəti var. Deməli, SSR-də Stalin, Azərbaycanda Bağırov güclü totalitar rejimi gücləndirirdilər. Bu dövrdə Stalinin şəxsiyyətinə pərəstiş daha da güclənmişdi. Deməli, Stalin şəxsiyyətinə pərəstiş daha da gücləndi. Xalq düşmənlərinin axtarışı, siyasi repressiyalar davam edirdi. Azərbaycan Cümhuriyyətinin, yəni AXC-mizin xalqa zidd siyasət yürütü iddia edilirdi. Güya ki, AXC xalqa zidd siyasət yürüdüb. Akademik Heydər Hüseynovun 49-cu ildə çap olunmuş 19-cu əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixi əsərində Şeyx Şamilin başçılığı ilə xalq hərəkatını çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizə kimi qiymətləndirməsi yuxarılara, dırnaq arasında, xoş gəlməmiş, bu əsərə görə ona verilmiş Stalin mükafatı geri alınmışdı. Eyni zamanda Kitab-ı Dədə Qorqud eposu irticacı feodal xan eposu adı ilə damğalanaraq qadağan edilmişdi. Bakıxanovu günahlandırırdılar ki, xan və bəyləri müdafiə edirsən. Kazım bəyə günahlandırırdılar ki, çarizmin sadiq qulusan. Deməli, Mirzə Kazım bəy, çarizmin sadiq qulu, Bakıxanov xan və bəyləri müdafiə eləməkdə günahlandırılırdı. Dadaşzadə isə Türkiyə casusu kimi damğalanmışdı. Türkiyə casusu. Eyni zamanda dedi ki, AXC-nin Azərbaycan xalqına zidd siyasət yürütdüyü iddia edilirdi. Şimali Azərbaycanın güya ki, Rusiyaya könüllü birləşdirilməsi haqqında saxta dəlillər irəli sürülürdü. Bu da oldu totalitar rejimin gücləndirilməsi. İndi baxaq erməni fitnəkarlığına. Moskvanın fitvası və havadarlığı ilə erməni millətçiləri, kommunist daşnaqlar vaxtaşırı Azərbaycanlıların Ermənistan SSR-dəki tarixi etnik ərazilərdən sıxışdırıb çıxarılması birinci növbədə Qarabağın qoparılıb Ermənistana verilməsi ilə çıxış edirdilər. Yəni, ermənilər 45-ci noyabrında DQMV-nin, hansı ki, bilir ki, 1923-cü il 7 iyulda yaranmışdı. DQMV-nin Azərbaycan tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında məsələ qaldırmışdılar. DQMV-nin güya iqtisadi cəhətdən Ermənistan SSR ilə bağlı olduğunu sübut eləməyə çalışırdılar. Moskva isə həmin məktubu Mirzəfər Bağırova göndərərək onun rəyini soruşur. Mirzəfər Bağırov isə bu barədə deyir ki, o cavab məktubunda deyir ki, Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi təqdirdə müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana, Sovet Rusiyasına verilmiş bir çox ərazilərimiz, hansı ki, Vedi, Qarabağlar, Əzizbəyov rayonları Azərbaycan SSR-yə geri qaytarılsın.
Deməli, ermənilər DQMV-ni istəyir ki, burada ermənilərin sayı daha çoxdur. Mir Cəfər Bağırov deyir ki, DQMV-də, amma Şuşadan başqa DQMV-də. O halda Ermənistana verə bilərik ki, Azərbaycanlılar yaşayan tarixi ərazilərimiz Vedi, Qarabağlar, Əzizboyevu bizə geri qaytarın. Və məsələnin bu istiqamətdə müzakirə olunması ermənilərin planlarını pozdu və ermənilər bu dəfə artıq başqa bir iddialar irəli gəldilər və Azərbaycanlıların Ermənistanın deportasiyasına başladılar. 46-cı ildə SSR Ali Soveti Riyasət heyəti xaricdə yaşayan ermənilərin Azərbaycana köçürülməsi haqqında qərar qəbul edir. Deməli, 46-cı il SSR Ali Soveti xaricdə yaşayan ermənilərin köçürülməsi ilə bağlı qərarı verir. 47-ci il dekabr ayının 23-də qərarı qəbul edir ki, Ermənistan SSR-də kolxozçuların və başqa Azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür Araz ovalığı haqqında köçürülməsi haqqında qərar qəbul edir. Bununla da köçürülmənin həyata keçirilməsi rəsmiləşir. Deməli, qərarı verirlər, 46-cı il qəbul edirlər. 47-ci il dekabr ayının 23-də, 48-ci il 10 mart tarixində artıq Azərbaycan Ermənistan SSR-dən 100.000 Azərbaycanlı könüllülük prinsipinə, güya ki könüllülük prinsipinə əsasən Azərbaycana köçürüldü. Ermənistan SSR-dən deportasiya olmuş Azərbaycanlılar Kür Araz ovalığına, Saatlı, Göyçay, İmişli, Əlbayramlı, Zərdab, yəni dağlıq ərazidə yaşamış insanları Kür Araz ovalığına, Aran bölgələrinə köçürdülər. Ermənistan SSR-də etnik təmizləmənin bu mərhələsində 100.000 nəfərdən çox Azərbaycanlı zorla köçürüldü və ya köçürülməyə məcbur edildi. Eyni zamanda Azərbaycanda yaradılan yeni sənaye mərkəzlərinə Sumqayıta, Əlbayramlıya, Mingəçevirə, Daşkəsənədə başqa respublikalardan minlərlə adam, o cümlədən erməni yerləşdirildi. Deməli, Ermənistanda yaşayan Azərbaycanlıları zorla Azərbaycana köçürdülər. Eyni zamanda da Bakıya, sənaye şəhərlərimizə, Sumqayıta, Əlbayramlıya, Mingəçevirə, Daşkəsənə minlərlə adam, o cümlədən erməniləri köçürmüşdülər. Deməli, Azərbaycanlıların birinci böyük deportasiyası 48-53 düşür Mir Cəfər Bağırovun dövrünə. 46-cı ildə qərarı verirlər, 47-ci ildə qərar qəbul olunur, 48-ci il 10 mart tarixli qərarı ilə isə artıq konkret tədbirlər görülüb, Ermənistan SSR-dən Azərbaycanlılar çıxardırlar. İndi baxaq, siyasi rejimdə yumşalma. 53-cü il mart ayında totalitar Sovet sistemini quran Stalin vəfat etdi. Stalin öldü. Xruşov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Deməli, Stalin getdi, Xruşov gəldi. Azərbaycanda Mir Cəfər Bağırov ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara səmərəli fəaliyyət üçün şərait yaratmamaqda və başqa əməllərdə təqsirkar bilinib, vəzifəsindən kənar edildi. Tezliklə həbs edildi, xalq düşməni kimi isə ölüm cəzasına, yəni güllələnməyə məhkum olundu 1956-cı ildə. Deməli, 53-cü Stalin getdi, Nikita Xruşov gəldi. Xruşov gələn kimi Mir Cəfər Bağırov ziyankarlıqda, qüsurlu xidmətdə günahlandırır. 56-cı ildə, 53-də vəzifədən kənarlaşdırır, 56-cı ildə həbs edir. 54-cü ildə iki qurultay var. Bir, Azərbaycan Kommunist Partiyasının 20-ci qurultayı. Bir də var, Sovet İttifaqı Kommunist Partiyasının 20-ci qurultayı. Azərbaycan Kommunist Partiyasının 20-ci qurultayında İmam Mustafayev birinci katib seçildi. 1956-cı Sovet İttifaqı Kommunist Partiyasının 20-ci qurultayında isə şəxsiyyətə pərəstiş tənqid olundu. Stalin şəxsiyyətinə pərəstiş aradan qaldırıldı və ölkədə mülayimləşmə dövrü başladı. Deməli, 54-cü il Azərbaycan Kommunist Partiyasının 20-ci qurultayı İmam Mustafayev birinci katib seçildi. 56-cı il SSR-nin 20-ci qurultayı, yəni Sovet İttifaqı Kommunist Partiyasının 20-ci qurultayı bu zamanda şəxsiyyətə pərəstiş tənqid olundu. SSR-də başladı mülayimləşmə dövrü. İndi baxaq İmam Mustafayevin dövrünə. Deməli, 1954-cü ildən 59-cu ilə qədər oldu. Kommunist Partiyasının birinci katibi İmam Mustafayev 54-59. Ümumiyyətcə, katib vəzifəsi təsis olunub 1929. 29-dan 33-ə qədər mərkəzin emsarları idarə edirdi. 1933-53 Kommunist Partiyasının birinci katibi oldu Mir Cəfər Bağırov. 54-59 İmam Mustafayev, 59-69 Vəli Axundov,
69-82 Heydər Əliyev. İndi baxaq ilk öncə İmam Mustafayevin dövrünə. 54-cü ildə akademik İmam Mustafayev birinci katib seçildi. İmam Mustafayev və həmkarları yeni şəraitdə respublikanı, xalqın vəziyyətini yaxşılaşdırmağa, milli mənəvi dəyərlərin, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsinə, xalq təsərrüfatının tərəqqisinə nail olmağa cəhd göstərdilər. Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin açılması, kəndli gənclərin Bakıya axı nəticəsində paytaxtın iqtisadi, ictimai həyatında Azərbaycanlı kadrların rolu artdı. Beynəlmiləl şəhər kimi məşhurlaşmış Bakıda yerli əhalinin tərkibi Azərbaycanlıların xeyrinə dəyişməyə başladı. Bununla da Moskvanın Bakını beynəlmiləl şəhər kimi Azərbaycan tərkibindən çıxarmaq planı pozuldu. Deməli, İmam Mustafayevin dövründə sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin açılması, kəndli gənclərin Bakıya axın nəticəsində Bakı beynəlmiləl şəhər olmaqdan çıxdı. Moskvanın planı pozuldu. Hansı ki Moskva istəyirdi ki, Bakı beynəlmiləl şəhər olsun, Azərbaycan tərkibindən çıxsın. Lakin İmam Mustafayev buna imkan vermədi. İmam Mustafayevin hakimiyyəti dövründə respublikada Azərbaycan dilinin rəsmi dövlət dili olması haqqında 1937-ci il Konstitusiyamıza bənd əlavə edildi. Deməli, 1956-cı ildə Azərbaycan SSR Ali Soveti Sovet Azərbaycanı bilir ki, Sovet Azərbaycan SSR-nin ikinci konstitusiyası 37-ci ildə qəbul edilmişdi. Bu konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında yeni maddə əlavə edilmişdi. 1956-cı ildə. Eyni zamanda 56-cı ildə Bakıda telestudiya, yəni AzTV işə düşmüşdü. 59-cu ildə qərar verdi ki, Rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi baş versin. Yəni, artıq Rus məktəblərində Azərbaycan dili icbari qaydada tədris olmalı idi. Məhkəmə quruculuğu, mülki və cinayət məcəllələri artıq respublikanın öz ixtiyarına verildi. Deməli, məhkəmə quruculuğu, mülki və cinayət məcəllələri respublikanın öz ixtiyarına verildi. Respublika illərinin Azərbaycan SSR yaranandan sonra bilirik ki, repressiyalar baş vermişdi. Repressiya illərində cəzaya məruz qalanların işinə baxılması üçün xüsusi komissiyalar yaratmışdı. Deməli, xüsusi komissiya yaradır və minlərlə günahsız Azərbaycana bəraət verilir. Onların üzərindən xalq düşmən damğası götürülürdü. Deməli, İmam Mustafayevin hakimiyyəti dövründə məhkəmə quruculuğu, mülki və cinayət məcəllələri respublikanın öz ixtiyarına verildi. 56-cı ildə Azərbaycan SSR-nin ikinci konstitusiyasına yeni bir maddə əlavə edildi ki, Azərbaycan dili dövlət dili elan olunsun. 56-cı ildə telestudiya fəaliyyətə başladı. 59-cu ildə Rus məktəblərində Azərbaycan dilinin icbari tədris haqqında qərar qəbul eləmişdi. Eyni zamanda cəzaya məruz qalanların işini araşdırmaq üçün xüsusi komissiya yaratdı. Yüzlərlə, minlərlə günahsız Azərbaycanlıya bəraət verildi. Onların üzərindən xalq düşməni damğası götürüldü. Bunun İmam Mustafayevin dövründə Dağlıq Qarabağ məsələsi növbəti dəfə ortaya atıldı. Ermənistan SSR-də Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etdi. Bu respublikada anti-türk əhval-ruhiyyəsi yenidən qızışdırırdı. Azərbaycan dilində çıxan rayon qəzetlərinin və nəşrlərin fəaliyyəti dayandırılmışdı. Daha sonra 59-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının keçirilən plenumunda Mustafayev qondarma ittihamlarla, yəni millətçiliklə təqsirləndirilir, vəzifədən uzaqlaşdırılır, vəzifəyə gətirilir Vəli Axundov. Həm Vəli Axundovun, həm İmam Mustafayevin, həm Heydər Əliyevin dövründə Azərbaycanın milli dəyərlərinə diqqət artırılmışdı. Deməli, 59-cu ilə gəldi. Vəli Axundov 59-69-cu illərdə. İlk öncə 1962-ci ildə Milli Azərbaycan qərargahı yaradıldı. 1962-ci ildə MAQ yaratdı. Yaradılmasında məqsəd mühüm rəhbər vəzifələrə Azərbaycanlıların gətirilməsi idi. Həqiqətən də bir neçə mühüm vəzifəyə Azərbaycanlı kadr gəlmişdi. Eyni zamanda milli oyanışa xidmət etmək, respublika büdcəsinə ayrımların Moskvada deyil, Bakıda həll olmasına çalışmaq idi. Milli Azərbaycan qərargahının sədri oldu Oqtay Rəfili. Deməli, MAQ-ın sədri oldu Oqtay Rəfili. Müavini oldu Xudu Məmmədov.
Üzvlərin də əksəriyyəti ziyalılar, vəzifəli şəxslər idi. Eyni zamanda rayonlarda da şöbələr yaradılmışdı. Deməli, 62-ci ildə Milli Azərbaycan qərargahı yaradıldı. Məqsəd mühüm rəhbər vəzifələrə Azərbaycanlıların gətirməsinə nail olmaq, Respublika büdcəsinin ayrımları Moskvada deyil, Bakıda həll olmasına nail olmaq, bir də milli oyanışa xidmət etmək. Sədr oldu Oqtay Rəfli, müavin oldu Xudu Məmmədov. Tərkibində var idi ziyalılar, vəzifəli şəxslər. Eyni zamanda rayonlarda şöbələr fəaliyyət göstərirdi. Vəli Axundovun hakimiyyəti dövründə 1966-cı ildə İranda yaşayan böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poeması Bakıda çap olundu. Azərbaycan şairi Heydər Babaya Salam poeması, yəni Şəhriyarın poeması Bakıda çap olunmuşdu. Ulduz jurnalı nəşr olundu. 67-ci ildə Bakı metropoliteni istifadəyə verildi. Eyni zamanda 1967-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Şıxəli Qurbanovun səyi nəticəsində Novruz bayramı Bahar bayramı adı ilə rəsmi şəkildə qeyd edildi. Deməli, 62 mart, 66 Heydər Babaya Salam, 67 Bakı metropoliteni, 67-ci ildə Şıxəli Qurbanovun səyi ilə Novruz bayramı Bahar bayramı adı ilə rəsmi şəkildə qeyd olunmağa başladı. 69-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sərhəd rayonlarında 2000 hektar ərazinin Ermənistana verilməsi haqqında qərar 38-ci ildə verilmiş qərar təsdiq edildi. Yəni bu qərar 38-də verilmişdi. 69-cu ilin may ayında təsdiq edildi. Deməli 38-ci ildə qəbul olunmuşdu. 69-cu ilin may ayında təsdiq edildi. Lakin 69-cu ildə Vəli Axundov gedir. Bir qədər sonra Azərbaycan rəhbərliyinə gəlmiş Heydər Əliyev bu qərarın icrasına yol vermir. Deməli 54-59 İmam Mustafayev, 59-69 Vəli Axundov. Həm İmam Mustafayevin dövründə, həm Vəli Axundovun, həm Heydər Əliyevin dövründə milli dəyərlərə diqqət artırılmışdı. İmam Mustafayevin dövründə həm 2-ci konstitusiyamıza bənd əlavə oldu, həm Bakı Telestudiyası 56-cı ildə, 59-cu ildə Rus məktəblərində Azərbaycan dili icbari tədris olunurdu. Məhkəmə quruculuğu, mülki və cinayət məcəllələri Respublikanın öz ixtiyarına verildi. Repressiyadan cəzaya məruz qalanların işini araşdırmaq üçün xüsusi komissiya yaradıldı. Günahsız Azərbaycanlılara bəraət verildi. 59-cu ildə İmam Mustafayevi millətçilikdə günahlandırıb taxtdan saldılar. Vəli Axundov gəldi. 62 mart, 66 Heydər Babaya Salam, 67 Bakı metropoliteni, 67-ci il Novruz bayramı, Bahar bayramı adlı rəsmi şəkildə qeyd olunurdu. 69-cu ildəki 38-ci ildə verilmiş qərar, hansı ki sərhəd rayonlarına 2000 hektar ərazi ermənilərə verilmədi ki, qərarı 69-cu ildə təsdiq elədilər. Lakin 69-cu ildə rəhbərliyə gəlmiş Heydər Əliyev bu qərarın icrasına imkan vermədi.